Hər vaxtınız xeyir. Sahə ilə bağlı miqyas məsələsinə diqqət yetirəcəyik. Miqyası 1/2 milyon olan xəritədə eni 2 sm, uzunluğu 4 sm olan ərazinin sahəsini hesablayın. Bizə eni 2 sm, uzunluğu da 4 sm olan bir ərazi verilib. Biz düzbucaqlığın sahəsini taparkən eni uzunluğa vurmalıyıq. En 2 sm, uzunluğu isə 4 sm-dir. 2-ni 4-ə vururuq. 8 santimetrə vuranda da santimetrin kvadratı olur. Deməli, bu ərazinin xəritə üzərindəki sahəsi 8 kvadrat santimetrdir və bu ərazinin 1/2 milyon miqyaslı xəritədə həqiqi sahəsini soruşur. Yəni, dünya üzərindəki sahəsini soruşur. Miqyası 1/2 milyon, yəni bu deməkdir ki, 1 santimetrə 2 milyon santimetr. Amma biz 2 milyonu santimetr kimi yox, kilometr kimi yazacağıq. Bilirik ki, 100 min santimetr 1 kilometrdir. Ona görə 2 milyonu 100 minə böləcəyik. 100 minə böləndə 5 sıfır gedəcək və orada qalacaq 20 kilometr. Deməli, xəritə üzərində 1 sm məsafə real həyatda 20 kilometrə bərabərdir. Amma fikir verirsinizsə, burada 8 kvadrat santimetr verilib, yəni sahə verilib. Burada isə 1 sm, burada isə uzunluq verilib. Ona görə biz bu uzunluqları da sahəyə çevirmək üçün hər tərəfi kvadrata yüksəltməliyik. 1-in kvadratı 1, santimetrin kvadratı 20-nin kvadratı edir 400 kilometr kvadrat. Davam edirik. Yəni, bu o deməkdir ki, xəritə üzərində 1 kvadrat santimetr ərazi yer kürəsində 400 kvadrat kilometr ərazini tutur. Biz tapmışıq ki, həmin bu ərazi xəritə üzərində 8 kvadrat santimetrdir. Kvadrat santimetrin altından, yəni 1 kvadrat santimetrin altından 8 kvadrat santimetr yazırıq və realda neçə kvadrat kilometr ərazi tutar? Biz onu bilmədiyimiz üçün x ilə işarə edirik. Burada tənasüb alınır. X vurulur 1-ə, x, yəni ümumiyyətlə tənasübdə çarpaz vurulur. 8 də vurulur 400-ə, edir 3200 kvadrat kilometr. Doğru cavabımız E bəndi.